İmam Hüseynin bir xüsusiyyəti var, qəribə xüsusiyyətdir. Əvvəl gətirir insanı, sonra biraz da naz eləyir adama. Bu xüsusiyyət İmam Hüseyndə var. Görürsən, yığırdı özü, cəmaata dedi, gəlin qoşulun mənə. Topladı hamısını, Aşura gecəsi dedi, gedən getsin. Dedi, çıxıb kim istəyir getmək, getsin. İndi bizə də belə deyir. Özü gətirib yığıb bura, indi bizə deyir ki, kim istəyir getsin. Kim tərk eləmək istəyir eləsin. Amma getməyək. Çünki bu qapıdan gözəl bir qapı yoxdur ki, gedək ora. Bu qapını tərk eləyib getməyək. Biraz da özümüz addım ataq. Buracan İmam Hüseyin gətirib, bundan bu yana biraz da özümüz ataq ki, addım ataq ki, bu məhəbbət çoxalsın ürəyimizdə. Bizim hara gedəcəyimiz yer var, hansı qapıya gedək? Getsin qiyamətdə İmam Hüseyin deməz ki, məndən nə nöqsan gördün ki, məni qoyub günaha tərəf getdin? İmam Hüseyin məhəbbəti məgər layiq deyil ki, bu məhəbbətə görə insan günahları tərk eləsin? Gedənlər var idi, 2 nəfər gəldi, danışmışam sizə bunu. Aşura günü döyüş gedirdi. Döyüşün bir vaxtı idi, 2 nəfər o qoşundan gəldi İmam Hüseyinə tərəf. Dedilər, ağa biz üzr istəyirik, bağışla bizi. Dedi ki, nə oldu ki sizə? Dedi, bizim yadımıza düşdü ki, bir gün biz Həzrət Əlinin yanındaydıq, döyüşlərin birindən qayıdırdıq. Həzrət Əli bu torpağa çatanda, sizin atovuz, torpaqdan götürdü, öpdü, ağladı və bizə xəbər verdi. Dedi ki, burada mənim Hüseynimi öldürəcəklər, Allah onu öldürənlərə lənət eləsin. Biz indi yadımıza düşdü bu söz. Bu söz yadımıza düşdü, gəlmişik üzr istəyək. İmam Hüseyin dedi ki, yaxşı, üzr istədik. Sonra dedilər ki, ağa biz nə səndən nə onlardan, icazə ver biz çıxaq gedək. Biz deyirik, çıxaq gedək evimizə. İmam onlara da kömək elədi. Onlara dedi ki, tez uzaqlaşın buradan. Nə qədər mənim qəribli fəryadım ucalmayıb gedin. Çünki mənim qanım torpağa düşsə, siz burada olsuz cəhənnəmdən nicat tapmayacaqsınız. Tez qaçın gedin ki, bəlkə nicat tapasınız. Mən fikirləşirəm, bəlkə İmam Hüseyin fikirləşdi, bəlkə də belə eləyəcək, bilmirəm. Qiyamətdə çağıracaq ki, o 2 nəfər hanı gəlsin, dez ilahi bunlar mənlə vuruşmadılar. Onlara da kömək eləyir. Məcbur saxlamır İmam Hüseyin heç kəsi yanında. İxtiyarsız gətirir, amma məcbur saxlamır. Deyir, kim gedirsə getsin. Əziyyətə salmaq istəmir. Xoşunuz gəlmirsə məndən, buyurun, gedin başqa yollar axtarın. Mən məcbur sizi yanımızda saxlamayacağım. Biz də gətirib qapısına çalışaq, onu tərk eləməyək. Bundan qalan vaxtlarda özümüz gedək. Bu məhəbbətlə yaşayaq. Bu məhəbbətin ürəyimizdən çıxmasına imkan verməyək. Hər gün elə bilək ki, İmam Hüseyin karvanında yox, İmam Hüseyin karvanı ilə yol gedirik. Bunu hər gün hiss eləyək. Və elə ki, günah elədik, elə bilək ki, İmam Hüseyini tərk eləyib getmişik. Birdən görsünüz ki, ruhunuzda bir nöqsan var, günah sizi əldən salıb, bu mənim sizə son tövsiyələrimdir, üzr istəyirəm, vaxt uzaldım. Görsünüz ki, vəziyyətiniz pisdir, evinizdə bir dənə məclis təşkil edin, İmam Hüseynin ətənindən yapışın. Gedin bir dənə Aşura ziyarəti oxuyun, 2 rükət namaz qılın, İmam Hüseynə hədiyyə eləyin, onun ətənindən yapışın. İmam Hüseyin əleyhissalama təvəssül eləyin ki, o sizi qorusun, qoymasın ki, onu tərk eləyəsiniz. Ərbəin günüdür. Bugün mən istəyirəm bir neçə müsibət yad eləyəm, sözümü verəm, əziz qardaşımız davam eləsin. Ərbəin günü İmam Hüseyni Cabir ibn Abdullah Ənsari ziyarət elədi Kərbəlada. Cabir Peyğəmbər sahabəsi idi. Cabirin ömrü uzun idi, Allah ona çox ömür verdi. O yaşadı düz 5-ci imamımızın dövrünə qədər. Peyğəmbər ona demişdi ki, sən çox yaşayacaqsan, mənim salamımı oğlum Məhəmməd Baqirə çatdırarsan.
İmam Muhammed Baqirlə görüşdü, sonra dünyadan köçdü. Yaşlıydı o adam, Cabir ibn Abdullah. Gəldi Kərbəlada, bu gün idi, Ərbəyin günü. Dillər Fəratın suyunda qusl elədi. Ətir vurdu, gəldi yavaş-yavaş İmam Hüseynin qəbrinə tərəf. Zəifləmişdi, yanında bir adam var idi. Onun qollarından tutdu. Dedi, aparın məni onun qəbrinə toxunum. Gəldi, özünü saldı İmam Hüseynin qəbrinə, əllərində toxundurdular İmam Hüseynin qəbrinə. Deyir, elə ki, əli toxundu, 3 dəfə dedi, Həbibi ya Hüseyin, Həbibi ya Hüseyin. Ay mənim istəylim Hüseyin. Sonra dedi, niyə cavab vermirsən mənə? Məgər məşuq öz aşiqinə cavab verməz? Ondan sonra ağlaya-ağlaya dedi ki, necə cavab verəsən? Axı, baş yoxdur bədənimdə. Axı, eşitmişəm, səni öldürməmişdən başı bədənindən ayrıblar. Ondan sonra dedi ki, Allah şahid ol, qiyamətdə mən də Hüseynlə olacam. Dedilər, bu nə sözdür sən deyirsən? Dedi, özüm Peyğəmbərdən eşitmişəm, kimin imkanı olmazsa bir yerdə iştirak eləyə, ürəyi onlarla olarsa, o da onlardan sayılar. Hüseyn, şahid ol ki, mən də sizdənəm. Çünki ürəyim istəyirdi, gələ bilmədim, xəstə idim. Gözüm görmür, yaşım keçib, döyüşmək halım yoxdur. Yoxsa Allah mənə can versəydi, mən də oradaydım. Odur ki, sizin işinizə mən də şərikəm. Xanım Zeynəbin çox ağır günləridir bu günlər. Həzrəti Zeynəbin müsibətinə işarə eləmək istəyirəm. Hüseyn Zeynəbdən ayrılanda bilmirəm hansı çox narahat oldu. Amma özündən soruşsan xanım Zeynəbin, deyər Hüseyn vida zamanında daha çox narahat idi. Ona görə ki, bacısını namərdlər içində qoyub gedirdi. Naməhrəmlər içində qoyub gedirdi. Hüseynin Aşuradan əvvəl bir qəmi var idi, o da Əhl-i Beyti balaları barəsində idi. Hüseyn onların fikrində idi ancaq, çünki özü yaxşı yerə gedirdi. Özü gedirdi Peyğəmbərin yanına, amma Zeynəb qalırdı bu namərdlərin arasında. Əsir qalırdı. Odur ki, Zeynəbdən çox Hüseyn yanırdı bu vidada. Aşura gecəsi hazırlaşır, tikanları yerdən qopardır. Soruşurlar, ağa niyə belə eləyirsiniz? Buyurur, axı sabah qızlar buradan qaçacaqlar. Onların ayaqlarına tikan batmasın. Xeymələrin arxasında od yandırır ki, arxadan xeymələrə hücum eləməsinlər. Düşmən dil yarası vurur. İmam Hüseynə baxır, deyir, cəhənnəm odunu dadmamış dünyada od qalıyırsan. İmam Hüseynə deyir bu sözü. Həzrəti Zeynəbi onların içində qoyub gedir. Atdan yerə düşəndə İmam Hüseyn görür ki, qoşun istəyir qadınlara hücum eləsin. Ona görə fəryad edir ki, mən görə heç olmasa Zeynəbə uşaqlara hücum eləməyin. Əvvəl məni öldürün, sonra. Çox çətin vəziyyət idi. Zeynəb üçün çətin oldu. Xanım Zeynəb çox əziyyət çəkdi bu yolda. Həzrəti Zeynəbin ən böyük itkisi o idi ki, Hüseynin əmanətini 3 yaşlı qızı Rüqəyyəni Şamın xarabəsində əldən verdi. Karvanı yola salırlar. Yezid dedi ki, sərbəst buraxın, aparın o karvanı. Əsirlər karvanın azad eləyin. Karvan istəyir Şamdan çıxsın. Zeynəb çıxdı, Şamın cəmaatı yığışıb, xanımlar yığışıb. Zeynəb üzün tutdu onlara, fərmayiş etdi, şəhrüzü tərk eylirik bugün. Bizdən qalır xərabədə bir qəbr yadigar. Biz gedirik, amma bir qəbir yadigar qalır bizdən. O qəbridə yatan balanın çoxdur nisçili. Şahzadədir, ürəkdə qəmi vardı bişimar. Mehmanuz idi Ayşamın əhli, öldü balam yasa gəlmədüz.
heç bilmədüz nə dərdinə öldü mənim balam. Gəldilər qabağa Şamın xanımları, xanım Zeynəbə dedilər, xanım bizi halal elə, əziyyətlərimizi halal elə. Xanım dedi, sizi halal eləyərəm bir şərtlə, cümə axşamları öz ölənlərinizin qəbrini ziyarət eləyəndə mənim də bu qərib balamı yaddan çıxartmayın. Mənim balamın, Hüseyn balasının, Hüseyn qızının qəbrini də ziyarət eləyin. Bir-bir o yetim qızları mindirdi dəvələrə. Birdən gördü, Rüqəyyənin bacısı İmam Hüseyn qızı Səkinə yoxdur qızların arasında. Düşdü, gəzdi Şamın küçələrini, Səkinəni axtarır, ağlaya-ağlaya. Xanımlar da gəlir yanıcan. Birdən gördü Şamın xanımlarından bir dəstə gəlir. Dedi, xanım ağlama, indi xərabənin yanından keçəndə gördü, Səkinə özün salıb bacısının qəbrinə, Rüqəyyənin qəbrinə ağlayır. Zeynəb gəldi, qaça-qaça gəldi. Gördür, Səkinə özün salıb bacısının qəbrinə, deyir, ay mənim yol yoldaşım, olmaz səni tərk eyləmək. Kərbəladan Şamə can bir gəlmişik, dur bir gedək. Deyir, bibi, mən bacımdan ayrılmaq istəmirəm. Zeynəb gəldi, oturdu, qəfəsdə bülbül şiilim oyan, Rüqəyyəm oyan. Xərabə güşəsin etmə məkan, Rüqəyyəm oyan. Bacıların gözü yaşdı, bibilərin giriyan, gəliblə qəbrivin üstə oyan, Rüqəyyəm oyan. Dedi, qızım qorxma, day şimrlə getməyəcəksən, day yolda sənə qamçı vurmayacaqlar. Bu karvanın başçısı özüməm. Rüqəyyənin yeri var, qəbridən gələydi sədası. Qabar ayaqlarımın, bibi var hənuz yarası. Yorulmuşam, yatım asudə qoy xərabədə mən. Bu karvanı bibi rahi Kərbəla aparın. Mənim dilimcən Əli Əkbərə dua aparın. Kərbəlaya get söz, bibi mənim salamımı qardaşım Əli Əkbərə çatdır. Dinən bacın səndən ayrı düşdü. Karvan yaxınlaşır Kərbəlaya. Birdən İmam Səccadə xanım Zeynəb dedi, deyəsən Kərbəlaya yaxınlaşmışıq. Bibi, hardan bildin? Dedi, qardaşımın ətri gəlir, Hüseynin ətri gəlir. Mən bilmirəm, Zeynəb nə halla ziyarət elədi qardaşının qəbrini. Deyirlər, atdan, dəvədən yerə indi, sürünə-sürünə gəldi qardaşının qəbrinin üstünə. Dedi, Hüseyin, sənə yoldan xəbər verim, amma bunu bil ki, naməhrəmlər qabağında ucadan ağlamadım. Hər dəfə qəmi içimə saldım, öldüm amma ağlamadım, istəmədim sənin izzətin gedəm. Razı olmadım sənin izzətin gedəm. Yoldan danışdı, qardaşına şikayət elədi, amma dedi, gəlmişəm, üzr istəyəm. Bir əmanətim var idi məndə, 3 yaşlı qızın, onu qoruya bilmədim. Onu Şamda qoyub gəlmişəm. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah.